Salam Şinarə, sabahınız xeyir olsun. Bəli, biz hazırda Bakı Olimpiya Stadionunda öz yerimizi almışıq. Dünya Şəhər Salma Forumunun bugün ikinci günüdür və təbii ki, burada da elə dünən açılış mərasimində olduğu kimi mühüm açıqlamalar veriləcək və proqram zəngindir. Proqramla bağlı detallı informasiyalar da sizinlə bölüşəcəyik. Hazırda dediyimiz kimi dünyanın 182 ölkəsindən 40 min nəfərdən çox şəxs məsələ bu forumda iştirak üçün qeydiyyatdan keçib. Bu da təbii ki, rekord göstəricilərdən biri hesab olunur. Özəlliklə də məsələ bugünkü gündə ilk dəfə olaraq assambleyaların birgə yekun iclası və paralel olaraq Urban Expo sərgisinin rəsmi açılış mərasimi olacaq və həm burada könüllülər, eyni zamanda digər ölkələrdən gələn şəxslər də məsələ bugünkü gündə burada iştirak edirlər və dediyimiz kimi ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə liderlik keçiriləcək. Bugün eyni zamanda assambleyaların birgə yekun iclası, Urban Expo sərgisinin rəsmi açılışı, eyni zamanda Afrika regionu üzrə nazirlərin regional görüşü də baş tutacaq və bu indiki keçirilən bu möhtəşəm mötəbər tədbir VUF 13 BMT-nin məskunlaşma proqramı və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir və əsas bugünkü mövzulardan biri də hər kəs yaşayış yerləri, təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskəninin yaşları mövzusuna həsr olunur və eyni zamanda bu forum mayın 22-sinə qədər davam edəcək. Forum çərçivəsində elə biz burada da müşahidə edirik ki, həm yerli televiziya kanallarımız, eyni zamanda digər ölkələrdən gələn media mənsubları forumda iştirak edir və ən son informasiyaları çatdırmaya çalışırlar. Dünyanın bir sıra ölkələrindən olan media mənsubları dediyimiz kimi məsələ bu mötəbər tədbirdə iştirak edirlər və bugünkü keçirilən dediyimiz kimi ümumiyyətlə Dünya Şəhər Salma Forumunun 13-cü sessiyasının bugünkü keçirilməsinin məqsədi dayanıqlı şəhər layihəsi ilə bağlı, eyni zamanda dayanıqlı şəhər, yaşıl şəhər, yəni bu layihələrin dünya ictimaiyyətinin diqqətinə çatdırılması da özəlliklə də Azərbaycanın işğaldan azad olunan 44 günlük vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərinə görülən işıq yenidən qurma tədbirləri ilə bağlı məlumatlar da dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Təbii ki, bu da elə Dünya Şəhər Salma Forumunun 13-cü sessiyası zamanı baş tutacaq əsas müzakirə mövzularından biridir və dediyimiz kimi bir sıra istiqamətlərdə məsələlər müzakirə olunur və forum çərçivəsində həm dayanıqlı şəhər, eko şəhər, regional transformasiya, yaşıl şəhər modelləri bu istiqamətdə məsələlər müzakirə olunur. Bununla bağlı da hələlik informasiyalara diqqətinizə çatdırmaya çalışdıq. Təşəkkürümüzü bildiririk. Müəyyən qədər texniki problemlər, nasazlıqlar da yaşanır zaman-zaman.